Bismillahirrahmanirrahim. Dəyərli izləyicilər, sizləri Məbəs bayramı münasibətilə təbrik edirəm. Məbəs bayramı, yəni Peyğəmbərə Peyğəmbərliyin verilməsi. Yəni bu günləri Allah Təbarəkə və Teala bəşəriyyətin xilası üçün sonuncu dəfə təkmil bir proqram göndərdi və bu proqramı insanlara izah eləmək üçün, öyrətmək üçün öz Peyğəmbərini təyin elədi. Allah Təbarəkə və Teala'nın göndərdiyi bu Peyğəmbər insanlara azadlıq dərsini keçdi. Əleyhisselam Beysətin fəlsəfəsi haqqında belə buyurur. Buyurur ki, Beysətin fəlsəfəsi insanları köləlik zəncirindən azad etməkdir. İnsanları Allahdan başqa, yəni məxluqata ibadət və itaətdən çəkindirməkdir. Dəyərli izləyicilər, bu bir daha onu göstərir ki, Beysət bizə mütləq azadlığı öyrətmək üçün göndərilib. Beysətin fəlsəfəsi bundan ibarətdir. Beysət bizə Allahdan qeyrisinə qul olmamağı öyrədir. Necə ki, Quran-ı Kərimdə buyurur ki, Ətiullah və ətiur Rasul və ulul əmri minkum. Allahdan, onun Peyğəmbərindən və Peyğəmbərin təyin etdiyi əmr sahiblərindən itaət edin. Yəni, Peyğəmbərin təyin etdiyi əmr sahibləri bu kateqoriya onu göstərir ki, Peyğəmbərin təyin etdiyi əmr sahibləri o kəslərdilər ki, onlar Beysət fəlsəfəsindən anlayışlıdırlar. Onlar tohid ideologiyasından, ilahi ədalətdən anlayışlıdırlar və ona görə də onlardan itaət tövsiyə olunur. Bunlardan qeyrisinə itaət olunması o deməkdir ki, köləlik zəncirini beyninə salmış olur, boynuna taxmış olur. Yəni, Beysət bizə öyrədir ki, bu zəncirləri qırın. Əgər Beysətin fəlsəfəsini anlamadan insan öz həyat proqramını qurmuş olarsa, o istər-istəməz ideoloji köləyə çevrilir. Bugün dünyanın təbliğ etdiyi, təşviq etdiyi böyük güclərin əsarəti altında olan ideoloji kölələr baxıb görür ki, dünyanın ədalətsiz mövqeyinə nə dərəcədə bəraət qazandırmış olurlar. Məhz bunun nəticəsidir ki, bu ideoloji düşüncə köləliyinin nəticəsidir ki, bugün dünyada Qəzzada öldürülmüş 100 minlərlə insanın ölümünə biganə qalırlar. Onu öldürənlərə, o cinayətləri Qəzzada törədənlərə bəraət qazandırmış olurlar. O ideoloji köləlik, o düşüncə köləliyi, düşüncə azadlığının olmamasıdır ki, onlar zülmə ədalət kimi yanaşmış olurlar, zülmə don geydirmiş olurlar. Məhz dünyanın imperialist qüvvələri, güc sahibləri özlərinin qurduğu bərnamə ilə, proqramlarla insanları elə bir kölə vəziyyətinə salıblar ki, onlar dünyanın ikili standartlarını görməzdən gəlirlər. Dünyadakı törədilən cinayətlərə göz yumurlar və hətta onlara ədalət donu geydirmiş olurlar. Beysət bizləri bu köləlikdən, düşüncə köləliyindən azad edib, mütləq azadlığı bizə daddırmaq üçün nazil olunmuşdu, göndərilmişdi, müəyyən edilmişdi. Beysətin fəlsəfəsi yəni bu. Allah bizləri dünya və axirətdə Beysətdən ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah.